Sizə arıçı vidadinin 100% təbii və təmiz balını təklif edirik. Ekrandakı nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Bizdən Sizə kanalında hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu videomuzda sizə olduqca vacib və şok faktlara əsaslanan sensasiyalı xəbərləri təqdim edəcəyik. Bu videomuzu izlədikdə bunları biləcəksiniz. Qarabağdakı erməni silahlılarına bu tarixədək vaxt verildi. Erməni terrorçular bu tarixədək silahları yerə qoymalıdır. Və Qarabağdakı ermənilər hazırki mövqələrini tərk edərək silahlarını yerə qoymalı, Qarabağdan çıxmalıdırlar. Bunu da biləcəksiniz ki, ermənilər silahları verməkdən imtina ediblər və Rus sülh məramlılarına şərt qoyublar. Dəyərli izləyicilərimiz, xəbəriniz olsun ki, ermənilər Zəngəzurda ordumuza qarşı provokasiyalarını davam etdirirlər. 12 kənd və Qafan şəhəri hava limanının yaxınlığına qədər olan ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Və bunu da biləcəksiniz ki, Paşinyan Rusiya ilə hansı gizli sazişi imzaladı? Beləliklə daha ətraflı. Videomuza başlamadan əvvəl xahiş edirəm ki, hər gün yüklənən yeni videolardan xəbər tutmaq üçün kanalımıza abunə olaraq zınqırovu açmağı unutmayın. Ayrıca kanalımıza dəstək üçün videomuzu bəyənməyinizi də rica edirəm. Ermənilərin Zəngəzurda başladıqları aksiyalar davam edir. Yerli sakinlər heç bir halda sərhəddin bərpa olunmasını və zəbt etdikləri ərazilərdən çəkilmək istəmirlər. Məsələ bundadır ki, Azərbaycanın sərhəd rayonları işğalda olarkən sərhədə yaxın ərazidə yerləşən kəndlərin sakinləri otlaq, əkin və digər üçün Azərbaycanın yararlı torpaqlarını istismar etməyə başlayıblar. Ermənistan rəhbərliyi isə keçmiş və qondarma dəqərlə onsuz da mövcud olmayan sərhəddi biraz da qabağa gətirərək zastavalar yerləşdirib. Hazırda Azərbaycan ordusu Sovet xəritələri ilə sərhədləri dəqiqləşdirir və bu zaman bir çox ərazilərdə Ermənistan sərhədləri geri çəkməyə məcbur olur. Ancaq Zəngəzur sakinləri bir neçə gündür sərhədlərin bərpasına mane olmağa çalışır və aksiyalar keçirirlər. Səbəb kimi isə göstərirlər ki, sərhəd bərpa edilsə, 12 kənd, o cümlədən Qafan şəhəri, Qafan aeroportu və Gorus yolunun bir hissəsi Azərbaycan ordusunun nəzarəti altına düşəcək. Məsələ ilə bağlı Ermənistan rəsmi açıqlama da verib və bildirib ki, Ermənistan Milli Elmlər Akademiyasında qorunan xəritələr təhlil edilib. Bu ərazilərin Azərbaycana aid olduğu aşkardır. Buna görə də ərazidəki erməni qarnizonları sökülür. Qeyd edək ki, Azərbaycan ordusu erməni hərbiçilərinin ərazidən çıxması üçün vaxt vermişdi. Əziz və dəyərli izləyicilərimiz, ermənilər silahları təhvil verməkdən imtina edərək Rus hərbiçilər qarşısında şərt qoyub. Laçının Zabuq dərəsindəki erməni terrorçular Rus hərbiçilərə şərt qoyub. 2011-ci ildə Suriyadan Laçının Zabuq kəndinə köçürülən terrorçu bu barədə erməni mətbuatına danışıb. O belə deyib: "Dünən sülh məramlıların başçısı gəldi və silahlarımızın təslim olunmasını tələb etdi." İşğalçı Ermənistanın Mediaport nəşrinin yaydığı məlumata görə bunu dekabrın 1-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçməli olan Laçın rayonunun Zabuq kəndinin qondarma və qanunsuz meri, buraya 2011-ci ildə Suriyadan köçürülmüş terrorçu Andranik Çavuşyan Facebook'dakı video mesajında söyləyib. Aprel döyüşlərində də Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş həyasız erməni silahları təhvil verməkdən imtina edərək Rus hərbiçilər qarşısında şərt qoyub və o bununla bağlı belə deyib: "Əgər siz bizim təhlükəsizliyimizi təmin edərsinizsə, silahlarımızı təhvil verərik. Tələb etdim, onlara qonşu kəndlərdə insanların öldürüldüyünü və qaçırıldığını xatırlatdım. Rus hərbiçi də təhlükəsizliyinizi təmin edəcəyik dedi. Xahiş edirəm, bütün media nümayəndələri silahların təhvil verilmə mərasimində iştirak etmək üçün Zabuqa gəlsin. Qoy Rus sülh məramlıların təhlükəsizliyimizə söz verdiklərinə dair dəlillər olsun. Biz təhlükəsiz yaşamaq, torpaqlarımızı becərmək istəyirik." Dəyərli izləyicilərimiz, Paşinyan Rusiya ilə hansı gizli sazişi imzaladı?
videomuzu sona kadar izleyin. Ermənistanın Müdafiə Naziri Vaqarşak Artunyan dünən Nikol Paşinyanın əmrinə əsasən Rusiya ilə gizli müqavilə imzalayıb. Bu barədə Mediaport erməni telegram kanalı yazıb. Gizli müqaviləyə görə Zəngəzur mövqelərinin müdafiəsi Rusiya sərhədçilərinə verilib. Telegram kanalı iddia edir ki, sünükdə təmas xətti Ermənistanın iştirakı olmadan Rusiya və Azərbaycan arasında müəyyən edilib. Bu, Paşinyanın son bir ayda imzaladığı ikinci sənəddir. Hökumətin bəzi üzvləri müqaviləyə qarşı olsa da, Paşinyan hakimiyyətini uzatmağın yolunun bu olduğunu bildirib. Kanal yazır. Qarabağdakı erməni silahlılarına bu tarixədək vaxt verildi. Səhv eşitmədiniz. Əziz izləyicilərimiz, erməni terrorçular bu tarixədək silahı yerə qoymalıdır və Qarabağdakı bütün silahlı ermənilər hazırki mövqələrini tərk edərək Qarabağdan çıxmalıdır. Qarabağda döyüşlər zamanı verilən silahlar 10 yanvar 2021-ci ilə qədər geri qaytarılmalıdır. Bu barədə elanı Ermənistan rəsmi qurumları qondarma və keçmiş DQR-in adından yayıb. Qeyd edilib ki, bu çağırış silah verilən bütün Ermənistan vətəndaşlarına və Qarabağdakı ermənilərə aiddir. Silah, döyüş sursatları, rabitə və digər xüsusi vasitələr, gecə və gündüz görüntü cihazları, teplovizor və s. hamısı mütləq təhvil verilməlidir. Elanda bildirilib. Sonda qeyd edilib ki, 11 yanvardan bu vasitələr kimdə tapılarsa qanunsuz sayılacaq və həmin şəxslər cəzalandırılacaq. Xatırladaq ki, bu Rusiya sülhməramlılarının səlahiyyətlərinə aiddir. Belə ki, Rus sülhməramlıları silahlıların və erməni ordusunun Azərbaycan ərazisindən çıxmasından məsuldur. Görünür, Rusiya sülhməramlıları prosesin icrasına başlayıb. Bu videomuzun da sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkürlər.